Bakı şəhərində də ictimai nəqliyyatın necə işləməsi əhalinin vəziyyətinin yaxşılaşıb və pisləşməsinin əsas parametri sayılmaqdadır. Bu günlərdə metroda da qiymətlərin artması, təbii ki, indi iqtisadi cəhətdən bunlar hamısı əsaslandırıla bilər, amma başqa yerlərdə bu qiymətlər artanda mütləq imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı mütləq qeyd olunur. Bizdə isə tələbələrin, şəhid ailələrinin, övladlarının, ayrı-ayrı az təminatlı insanların, Down autizm xəstəsi olan uşaqların, müalicəyə gedənlərin və bunların hansı formada daşınacağı, bunların gəlir səviyyəsi onsuz da artmır. Hansısa bir imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsələsi hələ də problem olaraq qalır. Və məsələn, Türkiyədə bələdiyyə avtobuslarında təqaüdçülərin heç biri vəsait ödəmir. Kart verilir, çünki təqaüdçünün əlavə gəliri yoxdur. Hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi böyük problem yaradır. Alternativ yoxdur. Avtobus yox, qatar yox və taksi də yox. Bu şəhərə necə gəlsin? Təsəvvür edin ki, Naxçıvandan bir adam 50-60 manat verib təyyarə ilə gəlir, yoxsul bir insan və bu əlavə də 30-40 manat verib şəhərə gəlməlidir. Bunun elə oradan Bakıya gəlişi oldu 100 manat.